Salam hörmətli dostlar. Bugün Hədəf Hazırlıq Mərkəzində keçirilmiş müəllim imtahanında belə bir məsələ düşüb. Onu sizə təqdim etmək istəyirəm. Deməli, kvadrat verilibdir. Kvadratda B, F, C üçbucağı çəkilib. Bir də B-dən yerdə bir düz xətt çəkilib. Göründüyü kimi bu fiqurun sahəsi, yəni F, B, M-in sahəsi 16-dır. Bu kiçik üçbucağın sahəsi 8-dir. Bu parça isə 2-yə bərabərdir. Fiqurun kvadratının sahəsini tapın. Deməli, biz buranı S ilə işarə eləyək, bu kiçik üçbucağı. Və alacağıq ki, 16 üstə gəl S, üçbucağın sahəsi alınır. Bunun tərəfində, kvadratın tərəfində deyək ki, A ilə işarə eləyək. Bu aydındır ki, bu üçbucaq kvadratın sahəsinin yarısı olacaqdır. Yəni, bunu asanlıqla özünüz başa düşə bilərsiniz. Digər tərəfdən biz iki nöqtəsindən yuxarıya düz xətt, paralel düz xətt çəkək, iki düz bucaqlıya ayıracağıq. Aydın ki, A, K, Y, D-nin sahəsi 2 vuraq A olacaqdır. Digər tərəfdən isə S üstə gəl 8 bir yerdə bu üçbucaq sahəsi də deməli A vuraq A-2, çünki buradan bura A-dırsa 2-ni çıxdıq, A-2 vurduq, bölə 2. Bunu alırıq. İndi burada fikir verirsinizsə, bir bu tənliyə alınır, bir də bu tənliyə alınır. İkisini bir sistemdə yazsaq, alacaq ki, A kvadratı bölə 2 minus 16 bərabərdir. A kvadrat minus 2A bölək 2 çıxaq A. Və burada bunu həll edək. Hər tərəfi 2-yə vururuq, alırıq. Nəhayət belə A bərabərdir 8. Tərəf tapdıq. A 8-dir. Deməli, onda kvadratın sahəsi 64 olacaqdır. Sağ olun, gələn görüşlərə qədər.